Salam, hörmətli müəllimlər. Mən Mustafayeva Şölə, Təhsildə Araşdırma və İnkişaf Mərkəzində metodik üzrə təlimçiyəm. Sizlərlə bir yerdə gəlin sualların izahına baxaq. Bu sual fən kurikulumlarından bağlı terminlərinə aid bir sualdır və bizdən məhz doğru fikri soruşur. Variantların hər birinə baxıb doğru fikri tapmamız lazımdır. Fən kurikulumda alt standartın dəyişməsi bilik və bacarıqların mürəkkəbləşməsindən asılı deyil. Əlbəttə ki, aslıdır, bu yanlış fikirdir. Çünki biz bilirik ki, alt standartlar siniflər üzrə dəyişir və siniflər üzrə dəyişdikcə şagirdlərdə formalaşan bilik bacarıq daha da mürəkkəbləşir. Deməli, bilik bacarığın mürəkkəbləşməsi alt standartın dəyişməsi ilə birbaşa asılıdır. Mənim cavabım deyil. B variantı. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək təhsil verənin hüququdur. Əlbəttə ki, yanlışdır. Bilirsiniz ki, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək müəllimlərin vəzifə borcudur. Bu da yanlış cavabdır. C variantı. Tələbyönümlülük şagirdin gün ərzində dərsləri, müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənməsidir. Yanlış fikirdir. Bilirik ki, tələbyönümlülük kurikulumun 6 prinsipindən biridir. Tələbyönümlülük dedikdə kurikulumun 6 prinsipindən biri nəzərə tutulur və bu prinsipə görə fərdin, dövlətin, cəmiyyətin dəyişən tələbatlarının nəzərə alınmasıdır. Amma bu variantda şagirdin gün ərzində dərsləri, müəllimin izahatları və dərsdəki istifadəsi əsasında öyrənməsidir ki, bunun tələbyönümlülüklə heç bir əlaqəsi yoxdur. Əlbəttə, bu da yanlış cavabdır. D variantı. Müəllimlər təhsil qanun tələbinə uyğun olaraq alt standartlarda dəyişiklik edə bilərlər. Əlbəttə ki, bu fikir də yanlışdır. Çünki bilirsiniz ki, alt standart dövlət tərəfindən tərtib olunur, yəni müəllimlərə hazır şəkildə verilir. Və müəllimin vəzifə borcu alt standartda olan bilik və bacarığı reallaşdırmaqdır. Amma alt standartda hər hansısa bir dəyişiklik eləmək heç bir halda doğru bir şey olmayacaq. Növbəti cavabımız, tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik və bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Əlbəttə ki, doğru fikirdir və mənim cavabım Y variantıdır. Nə deməkdir bu fikir? Yəni, biz ümumiyyətlə alt standartı reallaşdırırıq tədris ili ərzində. Alt standartda tələb olunan bilik bacarığı reallaşdırmaq üçün müəllim alt standartda məqsəd çıxarır. Və məqsədə çatmaq üçün kitabdakı, dərslikdəki mövzular bir növ onun reallaşması üçün bir vasitə rolunu oynayır. Ona görə bizim sualımızın doğru variantı əlbəttə ki, Y variantı olacaqdır. Keçirin növbəti sualımıza. Bu sualımız illik və gündəlik planlama ilə bağlıdır. Gəlin suala keçək. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirməyi soruşur bizdən. Bilirsiniz ki, bu tip testləri işləyəndə doğru fikirdir. Doğru sütunun altından doğru fikirləri, yanlış sütunun altından isə yanlış fikirləri tapmalıyıq. Bir-bir fikirləri oxuyaq və doğru-yanlış olduğunun qənaətinə gələk. Öyrənmə fəaliyyəti təlim nəticələrinə çatmaq üçün görüləcək işləri təsvir edir. Əlbəttə ki, doğru fikirdir. Gəlin fikri biraz açaq. Bilirsiniz ki, gündəlik planlamanın əsas 3 vacib nüansı var ki, birinci dərsin məqsədi, daha sonra qiymətləndirmə və fəaliyyət. Bilirsiniz ki, fəaliyyət deyəndə sinifdə görüləcək işlər, iş üsulu, iş formaları, tapşırıqlar, sual-cavab, hamısı fəaliyyətə aid. Niyə müəllim sinifdə müxtəlif fəaliyyətlər verməsi lazımdır şagirdlərə? Əlbəttə ki, əvvəldə qoyulan təlim nəticəsinə çatmaq üçün. Ona görə fikir doğrudur və doğru sütunun altında olduğuna görə bunu cavab kimi götürə bilərik. Növbəti isə qiymətləndirmə meyarları təlim nəticələrinə görə müəyyənləşir. Yenə tamamilə doğru fikirdir. Bilirsiniz ki, müəllim qiymətləndirmə meyarlarını müəyyənləşdirəndə mütləq bu günləri hansı bilik bacarığı şagirdlərdə formalaşdıracaqsa, ona uyğun tərtib etməsi lazımdır. Yəni, həm meyar, həm fəaliyyət mütləq təlim nəticəsinə xidmət etməlidir. Doğru sütunun altında olduğuna görə və doğru fikirdirsə, əlbəttə bu da bizim cavabımız olacaq. Keçirik yanlış sütuna. Gündəlik planlaşmada resursların müəyyənləşdirilməsi əhəmiyyətlidir. Əlbəttə ki, bu da doğru fikirdir. Biz bilirik ki, gündəlik planlaşmada müəllim qiymətləndirmə meyarlarını, fəaliyyətləri, mövzunu, hansı iş üsullarından istifadə edəcəyini, həmçinin hansı resurslardan istifadə edəcəyini yazdıqda planlama daha yaxşı, effektiv tərtib olunmuş olur. O baxımdan doğru fikirdir, mənim cavabım deyil, çünki yanlış sütunun altında yerləşdiyinə görə. Növbəti fikir, təlim nəticəsində feillərin dinamik olması təlim nəticələrinin ölçülməsinə imkan yaradır. Tamamilə doğrudur. Biz bilirik ki, alt standartda müəllim təlim nəticəsi çıxardanda mütləq şəkildə orada olan feilləri Bloom'un idrak taksonomiyasının feillərindən götürməlidir. Çünki idrak taksonomiyasının feilləri dinamik, yəni ölçülə bilən feillərdir. Amma müəllimin statik feillər qoyması yanlışdır. Dinamik feil deyəndə müqayisə edir, əlaqələndirir, müəyyənləşdirir, nəticə çıxardır. Statik feil deyəndə isə ölçülə bilməyən feillərdir.
bilir, bacarır, görür. Demək ki, biz alt standartdan məqsəd çıxaranda mütləq dinamik feillərdən, yəni ölçülə bilən feillərdən istifadə eləməmiz daha effektiv təlim nəticəsi qurmağımıza şərait yaradır. 4 fikrin 4-ü doğrudur və mən doğru sütunun altından doğru fikirləri götürəcəm. Cavabım olacaq 1 və 2-ci fikir. Növbəti suala keçid edirik. Sual müəllimin fasilitasiya bacarığı mövzusuna əlaqəlidir. Sualı oxuyaq. Müəllim fasilitator kimi yanlışa yol verdiyi situasiyaları müəyyənləşdirin. 5 situasiya var, gəlin yanlışları tapaq. Müəllim mövzunu təqdim edən zaman həm slaydlardan, həm də əyani vasitələrdən istifadə edib hər kəsi dərsə cəlb eləməyə çalışır. Əlbəttə ki, burada müəllimin heç bir yanlışa yol verdiyi məqam yoxdur. Çünki bilirsiniz ki, müəllim dərsi təqdim eləyəndə fərqli təlim strategiyalarından, fərqli metodlardan istifadə eləməsi şagirdlərin daha çox diqqətini cəlb eləyir və beləliklə uşaqların dərsə cəlb olunması artır. O baxımdan yanlış deyil və mənim cavabım olmayacaq. Keçdik ki, müəllim sual-cavab və müzakirə prosesində şagirdlərin səhv cavablarını yerindəcə düzəldir ki, şagirdlərin növbəti fəaliyyəti effektiv olsun. Yanlış fikirdir. Biz bilirik ki, sual-cavab zamanı şagirdin səhvini yerindəcə düzəltməkdənsə, şagirdə istiqamət verici suallar verib, onun öz səhvinin, özünün düzəlməsinə istiqamət versək, daha effektiv nəticə əldə edərik. Amma hazır şəkildə uşağın sualının, səhv sualının cavablandırılmasında öyrənmə minimum olur. Ona görə yanlışdır və məhz mənim cavabımdır. Gəldik 3-cü fikrə. Konflikti həll etmək üçün müəllim sinif iclası təşkil edərək problemi şagirdlərlə birlikdə həll etməyə cəhd edir. Əlbəttə ki, bu da heç bir yanlış bir nüans yoxdur burada. Bilirsiniz ki, sinif konfliktlərini idarə etmək üçün müəllim sinif iclası keçirə bilər, özünün xüsusi strategiyaları ola bilər, həmçinin yazılı şəkildə ortaq dəyərlər də formalaşdıra bilər. Və əgər konflikt varsa və müəllim bu konflikti şagirdlərlə bir yerdə sinif iclasında həll etməyə çalışırsa, əlbəttə ki, burada yanlışa yol verdiyi məqam yoxdur, doğru fikirdir. Gəldik 4-cü situasiyamıza. Müəllim şagirdlərdə oxuyub anlama və tənqidi düşüncə bacarığını formalaşdırmaq üçün ilin əvvəlində buzqıran strategiyasından istifadə edə bilər. Əslində, ilin əvvəlində müəllim buzqıran strategiyasından istifadə edə bilər. Amma buzqıranın məqsədi nədir? Şagirdlər arasında gərginliyi aradan qaldırmaq üçün, daha xoş ortam yaratmaq üçün, empatiya bacarıqlarının artması üçün, ortaq dəyərlərin yaradılması baxımından, utancaqlığın aradan qaldırılması, dəstəkləyici mühitin yaradılması baxımından faydalıdır. Amma buzqıran strategiyası oxuyub anlama və tənqidi düşüncə bacarıqlarını formalaşdırmaq üçün bir o qədər də effektiv strategiya deyil. O baxımdan yanlışdır və məndən yanlışı soruşduğuna görə bu da mənim cavabım olacaq. Növbəti 5-ci fikrimiz, müəllim şagirdlərin summativ nəticələrinə əsasən onların maraqları haqqında məlumat əldə edir. Əlbəttə ki, bu da yanlış fikirdir. Çünki summativin nəticələrinə əsasən biz şagirdin maraqları haqqında heç bir məlumat əldə edə bilmərik. Məsələn, şagird tutam summativdən 80 bal alıb, 90 alıb, 55 alıb, 30 bal alıb. Bu bal və səhv və doğru sualların sayı şagirdin maraqları haqqında bir məlumat verə bilərmi bizə? Əlbəttə ki, yox. Çünki summativ qiymətləndirmə daha çox şagirdlərin akademik biliklərini yoxlayır. Ona görə bu da yanlış situasiyadır. Mən də müəllimin yanlışa yol verdiyi məqamları soruşduğuna görə cavabımız 2, 4 və 5 olacaq. Sağ olun müəllimlər. Növbəti izahlarda görüşərik.